Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizin xatirəsi hər zaman uca tutulur, onların əmanətlərinə xüsusi diqqət yetirilir. Zəfər tariximizə adını yazdıran şəhidlərimizdən biri də Qazax sakini Akşin Nəsibovdur. Sosial layihə çərçivəsində şəhidin ailəsinə məxsus ev təmir olunub. Lokal xarakterli antiterror tədbirlərində şəhadətə ucalan qəhrəmanlarımızdan biri də Akşin Nəsibovdur. Qazaxın Canalı kəndində dünyaya göz açan Akşin hələ məktəb illərindən vətənpərvərliyi və hərb sahəsinə olan marağı ilə seçilib. 2023-cü ilin sentyabrın 19-da keçirilən antiterror tədbirləri zamanı bir əskər kimi xidmət borcunu yerinə yetirərkən uca zirvəyə yüksəlib. Akşin çox vətənpərvər böyüdü. Hətta o əskərliyə belə sevinə-sevinə getdi. Dedi, ana narahat olma, mən gedib vətənimizi erməni işğalçıların əsarətindən azad eləyəcəm. Elə də oldu. Sentyabrın 19-dan 20-sində keçən gecə lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ağdərə arasında Sırxavət kəndində qəhrəmancasına şəhid oldu. Biz burada heç Akşini elə təsəvvür eləmirdik. Akşinin komandirləri var, gəlir, gedir, döyüş yoldaşları bugünkü gündə. Onlar da bizə deyir ki, biz Akşini deyir, elə təsəvvür eləmirdik döyüş vaxtı. Akşin deyir, bir də baxırdın, yoxdur, döyüşə düz qabağa çıxıb gedib. Ailənin yaşadığı evdə təmir bərpa işləri aparılıb. Evin dam örtüyü yenilənib, mətbəx və sanitar qovşaq tam təmir olunub. Həyətyanı sahəyə 444 kvadrat metr tamir daşı döşənib. Ərazi hasarlanaraq lazımi infrastruktur yaradılıb. Mənzil bütün zəruri məişət avadanlıqları və mebellərlə təmin edilib. Bu artıq 6-cı şəhid evidir ki, qısa bir müddətdə Arxuz Qazax Semiyot Məhsul Cəmiyyəti tərəfindən icra olunaraq şəhid ailələrinə təhvil verilir. Ümidvarıq ki, bu layihələr davamlı olacaqdır və hesab edirik ki, bu layihələr o cümlədən də digər sahibkarlıq subyektlərini bu işlərin görülməsinə təşviq edəcəkdir. Bugün dövlətimiz sağ olsun, biz dövlət qayğısını çox hiss eləyirik və bugün də onun bariz nümunəsidir ki, evdə müəyyən işlər görüldü. Dövlətimiz sağ olsun. Vətən uğrunda canından keçən 19 yaşlı qəhrəmanın şücaətini dövlətimiz də yüksək qiymətləndirib. Akşin Nəsibov ölümündən sonra 3-cü dərəcəli vətənə xidmətə görə ordeni və vətən uğruna medalı ilə təltif edilib. Al Məmməd Nəbiyev, Elmar Qasımov, Lalə Qafarova, ASTV xəbər.